Gəlirik Sovet işğalından sonraki Azərbaycana konspekt götürün. Məsləhət görəm. Hə, konspekt götürsəniz yaxşı, düzdür. Mövzu barədə konspekt hazırlamışam. Amma siz də bu mövzu barədə bir konspekt götürsəniz sizə rahat olacaq. Rusiya bizi nə vaxt işğal elədi? 25 aprel 1920. 28 aprel. 1920-ci ildə aprel ayı 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Elə Ramin? Bəli. Axircə süquta uğradı. Azərbaycanda bəs Rusiya bizi işğal eləyəndən sonra hansı hökumət yaradılacaq? Azərbaycan SSR hökuməti yaradılır. Yeni bir hökumət yaradılır. Azərbaycan SSR. Azərbaycan Sovet Sosialist Respublikası. Yəni biz birbaşa Rusiyanın tərkibinə daxil olmuruq. Necə yəni? 1920-ci il aprel ayı 28-də Rusiya bizi işğal edində. Bütün dünyaya demirlər biz Azərbaycanı işğal etmişik. Bütün dünyaya elan edirlər ki, bəs Azərbaycanda güya fəhlələr inqilab edibdi. AXC hökumətini devribdi. Azərbaycanın biz müstəqilliyinə toxunmuruq. Sözdə biz müstəqil dövlət gedirdik. Güya bizim müstəqilliyimiz olduğu kimi qalıbdı. Sadəcə bizdə hökumət dəyişikliyi baş veribdi. AXC hökuməti gedib yerinə Bolşeviklərdən ibarət Azərbaycan SSR hökuməti gəlibdi. Amma necə AXC müstəqil imişsə güya, Azərbaycan SSR də müstəqil imiş. Birbaşa bizi işğal etdiklərini elə bir rəsmi olaraq elan eləmirdilər. Başa düşdünüz? Yeni bir hökumət yaradılır. Azərbaycan SSR hökuməti 1920-28 apreldən 1991-ci ilə qədər mövcud olacaq. SSR. Deməli biz 71 il Sovet nəzarəti altında qalmışıq. Əslində isə dedik ki, işğal altında qalmışıq. Çünki bu proses işğal idi, faktik olaraq. İndi, AXC hökuməti işğal oldu, yeni bir hökumət yarandı. Azərbaycan SSR hökuməti, düzdür? Hökumətin adı belədir, Azərbaycan SSR. Məsələn, güya Rusiya SSR ayrı dövlətdir, Azərbaycan SSR ayrıdır, Gürcüstan SSR ayrıdır. Sadəcə hamısında Sovet hakimiyyəti qurulub. Gürcüstanda ayrı bir Sovet hakimiyyəti var. Rusiyada ayrı bir Sovet hakimiyyəti var. Azərbaycanda ayrı bir Sovet hakimiyyəti var. Sovet hakimiyyəti yəni idarəetmə sistemidir, idarəetmə quruluşudur. Amma hamısı ayrı-ayrılıqda müstəqil dövlətlərdir. Başa düşdünüz? Belə bir sistem elan edilmişdi. Onda Azərbaycan SSR-nin öz idarəetmə sistemi olmalıdır. Bəli, öz idarəetmə sistemi formalaşır. Birinci növbədə Azərbaycan MİK formalaşır. Nədir bu? Azərbaycan Müvəqqəti İnqilab Komitəsi. Çünki işğal prosesi baş verdi. Aprel ayının 28-də, düzdürmü? Onda hansı orqanlar ləğv edildi? Kabinet ləğv edildi, AXC kabineti. Və parlament ləğv edildi. Onda ölkəni idarə etmək üçün yeni bir quruma ehtiyac var. Və yeni qurum formalaşana qədər Azərbaycanın bolşeviklərin təmsil olunduğu Müvəqqəti İnqilab Komitəsi idarə eləməlidir. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi deməli qanunverici orqan kimi fəaliyyət göstərirdi. Qanunverici orqan nə deməkdir? Qanunları qəbul edən orqan. Başa düşdünüz? Sovet dövründə deməli bizdə qanunverici orqan hansı olub? Sovet işğalı baş tutan kimi Müvəqqəti İnqilab Komitəsi adından da görüldüyü kimi bu orqan müvəqqəti yaradılmışdı. 1920-1921-ci illərdə Müvəqqəti İnqilab Komitəsi fəaliyyət göstəribdi. Bu qanunverici orqandır. Sovet işğalından sonra Azərbaycanda qanunverici orqan Müvəqqəti İnqilab Komitəsidir. Bəs icra edici orqan kim idi? Azərbaycan Xalq Komissar Soveti. Bu isə olurdu icra edici orqan. Başa düşdünüz? Deməli, Sovet işğalı baş tutur. Aprel ayı 28-də 1920-ci ildə Sovet işğalı baş tutandan sonra necə bizdə AXC dövründə qanunverici icra edici orqan var idisə, Sovet dövründə də bizdə qanunverici və icra edici orqan var idi. Bu orqanlar müstəqil deyildilər. Nə mənada müstəqil deyildilər? Faktiki olaraq Rusiyadan nə əmr gəlirsə, o əmri icra edirdilər. Başa düşdünüz? Amma sözdə müstəqil idilər. Hüquqi olaraq sözdə, sənəd üstündə müstəqil idilər. Amma faktiki olaraq müstəqil deyildilər. Ruslar öz etibar elədiyi adamları bura qoymuşlar. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi qanunverici orqanı, güya qanunverici orqan, MİK, AZMİK deyildilər. Güya özü qərar qəbul edir. Rusiyadan asılı deyil, güya da. Halbuki Rusiya bizi işğal edib. Faktiki olaraq başına dayanan Rus meyilli adamları idi. Verir Xalq Komissarlar Sovetində, güya Xalq Komissarlar Soveti icra edir.
Amma faktiki olaraq onun da rəhbəri Rusiyadan asılı olan adamlar idi. Azərbaycan Xalq Komissarlar Sovetinin rəhbəri daha tanınmış adam idi. Nəriman Nərimanov idi. Bu məşhur tanınmış Azərbaycanlı siyasətçidir bilirsiniz ki, onun haqqında çox danışacağıq. Nəriman Nərimanov haqqında. Başa düşdünüz? İndi bu bizim idarəetmə sistemimiz oldu axırıncı dövründə, Sovet işğalı dövründə, eləmi? Sovet işğalı baş tutdu. Sovet işğalı baş tutdu. İndi Rusiyanın gələk bizim formal müstəqilliyimizi ləğv eləməsi məsələsinə. Rusiyanın bizim formal müstəqilliyimizi ləğv etmək məsələsinə Rusiya hökuməti biz müstəqil idik sizcə. Faktiki Rusiya işğal altındaydıq da. Amma sözdə də olsa müstəqil idik. Rəsmi sənəd üstündə. Amma bir müddət sonra Rusiya, yəni biz nə deyirik ona? Formal müstəqillik. Yəni faktik olaraq müstəqil deyilik, bizi işğal eləmişlər. Amma formal olaraq müstəqil gedirdik. Müstəqilliyimiz var idi sənəd üstündə. Bir müddət sonra Rusiya bu formal müstəqilliyi də ləğv edəcək. Ona görə də deyəcək, formal müstəqilliyin ləğvi istiqamətində ilk addım 1920-ci il Moskva müqaviləsi. Sentyabr ayında əslində, indi bilmirəm, ayın tarixi yazılıb orada ya yox. Əslində mənə gəlib bilməsəniz də olar, ayın ehtiyac yoxdur. 1920-ci il sentyabr ayında Moskva müqaviləsi imzalanır. Moskva müqaviləsinin şərtində bilirsiniz nə yazılmışdı? Azərbaycanın dəmir yollarına nəzarət, teleqramlarına nəzarət, teleqraf xəttlərinə nəzarət, eyni zamanda hərbi hissələrinə nəzarət, Rusiya və Azərbaycan arasında birgə əməkdaşlıq nəticəsində həyata keçirilməlidir. Faktiki olaraq Rusiya bizi özünə tabe edirdi. İqtisadi cəhətdən, siyasi cəhətdən faktiki olaraq bizi özünə tabe eləmişdi. Bax, bu 1920-ci ilin Moskva müqaviləsidir. Bunu kim imzalamışdı? Azmiklə Azərbaycan Müvəqqəti İnqilab Komitəsində. Rusiya hökuməti imzalamışdı. Güya biz ayrı bir dövlətik, ayrı bir qurumumuz var. Azmik bizi idarə edən orqandır. Güya da müstəqil orqandır. Rusiyanın özü müstəqil olaraq bir müqaviləni imzalayıb, amma elə deyil. Rusiya faktiki olaraq əmr verir, göstəriş əsasında onlarla bu müqaviləni imzalayırlar. 1920-ci ilin sentyabr ayındakı Moskva müqaviləsi. Buna deyirlər, uşaqlar diqqətli olun, bura baxın. Formal müstəqillik ləğvində, buna deyirlər, formal müstəqillik ləğvində ilk addım. Tam ləğv edilməyib, var formal müstəqilliyimiz. Hələ ilk addımdır, formal müstəqilliyin ləğvində. Ay son. Formal müstəqilliyin ləğvində bir də olacaq ki, formal müstəqillik ləğvində tam addım, yaxud sonuncu addım 1922-ci il ZSFSR-in yaranması. Azərbaycanda yaranır bu. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. Zaqafqaziya haradır? Cənubi Qafqaz. Yəni, necə olur? ZSFSR özünün mövcud olma tarixi var, qeyd edərsiniz. 1922-36, mütləq öyrənin bunu, ZSFSR-in mövcud olma tarixini. Rusiya nə edir? Düzdür, bizi işğal edib. Rus hökuməti qorxur ki, birdən biz nə vaxtsa Ruslardan ayrılmaq istəyərik. Başa düşdünüz? Ona görə də Rusiya nə edir? Azərbaycanı, Gürcüstanı, Ermənistanı bir ittifaqa salır. ZSFSR adlı bir ittifaq yaranır. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. 3 ölkə var. Azərbaycan, Gürcüstan, Ermənistan. Üçü də işğal edib Rusiya. ZSFSR özü isə 1922-ci ildə SSR-i yaradılır. SSR-in içinə daxil olur. Başa düşdünüz? Deməli, 1922-ci ildə həm ZSFSR yaranır, həm SSR yaranır. Amma birinci ZSFSR, sonra SSR. Deməli, bizim bildiyimiz o məşhur SSR-nin əsasına vaxt qoyuldu 1922-ci ildə. SSR yaradıldı. Başa düşdünüz? 1922-ci ildə SSR yaradıldı, amma ZSFSR yarandı, sonra SSR yaradıldı. İndi formal müstəqillik, ləğvat bu da sonuncu addım. Niyə? Bununla da deyil, formal müstəqilliyimizlə ləğv olunur. Tamamilə müstəqilliyimizə son qoyulur. ZSFSR-in yaranmasına. Niyə? Biz tutaq ki,
SSR-nin tərkibindən çıxmalıyıq, düzdür? Amma biz SSR-nin tərkibində deyilik ki, biz ZSFSR-in tərkibindəyik. SSR-in tərkibində olan ZSFSR-dir. Yəni biz birinci ZSFSR-dən çıxmalıyıq, sonra SSR-dən çıxmalıyıq. Görün işimizi necə çətinləşdiriblər. Başa düşdünüz? Biz ZSFSR-dən çıxmaq üçün referendum keçirməliyik ki, hələ bir ZSFSR-dən çıxa bilək ki, sonra SSR-dən çıxa bilək. Bax, belə işimizi çətinləşdirmişlər. Azərbaycan birbaşa SSR-nin tərkibinə girmədi, yəni. Nə Gürcüstan, nə Ermənistan. Üçümüz bir yerdə SSR-nin tərkibinə girdik. ZSFSR orqanı olaraq SSR-nin tərkibinə girdik. ZSFSR də o SSR-ə Bəli. SSR-nin tərkibində Ukrayna var idi, Belarus var idi, tutaq ki, Rusiya var idi. Bir də ZSFSR var idi. Yəni ayrıca ZSFSR, ayrıca Azərbaycan yox, ayrıca ZSFSR var idi. Söhbət 1936-ya qədər gedir, ha. ZSFSR-nin ləğvinə qədər gedir. Çünki ZSFSR 2036-ya qədər mövcud oldu. Başa düşdünüz? SSR 1991, hə yazın. 1922-də yaranır, 1991-ə qədər mövcud olacaq SSR. Deməli, ZSFSR 1922-36-cı illərdə mövcud olub, 3 dövlətdə Azərbaycan, Ermənistan, Gürcüstan. ZSFSR özü ayrıca girmiş SSR-nin tərkibinə, SSR isə 1922-dən 91-ə qədər. Amma məntiqlə birinci ZSFSR yaranar, sonra SSR yaranar. Çünki ikisi də 1922-ci ildədir. Gördünüz, bu da olur Azərbaycan formal müstəqilliyin ləğvində sonuncu addım. Həqiqətən də sonuncu addımdır da. Yəni, tam bizim formal müstəqilliyimizin ləğvədirlər. Əl-qolumuzu bağlayırlar doğadında. Görürsünüz ki. Ağıllı siyasət getirir Sovet, axmaq deyildi. Formal müstəqilliyin ləğvində birinci addım 1920-ci il Moskva müqaviləsi. Bununla biz iqtisadi cəhətdən və hərbi cəhətdən Rusiyadan asılı hala düşdük. Formal müstəqilliyin ləğvində isə sonuncu addım 1922-ci il ZSFSR-nin ləğv edilməsi oldu, yaranması oldu. Bu da oldu Azərbaycan SSR-nin formal müstəqilliyi ləğvində sonuncu addım. Burada başa düşdünüz. Bayaqki Azərbaycan SSR-nin idarə etmə sistemidir. Bu isə formal müstəqilliklə bağlı həyata keçirilən tədbirlərdir. Sovet bizi nə vaxt işğal elədi? 1920-ci ilin aprel ayında. Sovet bizi işğal eləyən kimi uşaqlar dərhal Azərbaycanda müəyyən addımlar həyata keçirir. Azərbaycanda yaradan ilk qanunverici orqan hansı idi? Qanunverici ilk olan şey. Sovet işğalı. Yox, Sovet işğalından sonra AZMİK də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi dərhal may aylarında və iyun aylarında qərarlar verir. Bu qərarlar demək olar ki, əksəriyyəti milliləşdirmə ilə bağlı qərarlar olur. Milliləşdirmə nədir? Dövlətin tərkibində keçirmə. Yəni, əgər sizə düşürsə, iki cür anlayış var idi. Biri var idi, iqtisadi model var idi. Biri var özəlləşdirmə, biri var milliləşdirmə. Özəlləşdirməni AXC keçirmişdi. İki sahədən başqa, neftdən, məktəbdən başqa, eləmi? AXC daha çox çünki kapitalist idarə etmə sisteminin tərəfdarı idi. Azad bazara əsaslanırdı, özəlləşdirirdi. Amma Sovet tamamilə milliləşdirmənin tərəfdarı. Sovet hökuməti nə vaxt quruldu? Aprelin 28-də. Bilirsiniz ki, aprel ayının sonları da artıq. Deməli, may ayının əvvəllərində və iyun ayında verilən qərarlarla hər şey milliləşdirilir. Yəni, sahibkarların əlindən alınır. Məsələn, kəndlərə torpaq verilir. Torpağın hamısı verilir kəndlərə. Bax, AXC-nin həll eləyə bilmədiyi problemlərdən biri idi, xatırlayırsınızsa. Aqrar problem yadınıza gəlirsə, 1919-cu ildə hətta AXC dövründə Aqrar İslahat Komissiyası da yaranmışdı. Amma Aqrar İslahat öz həllini tapmamışdı da. Çünki AXC hökuməti demişdik, torpaq verə bilməmişdi kəndlərə. Sovet hökuməti qurulan kimi may ayında fərman çıxarırlar, bütün torpaqlar kəndlərin torpaqları elan olunur. Onda sual ortaya çıxır. Necə olur ki, Sovet birdən bura bu torpaq problemini həll edir? Çox sadə. Gedir bəyvanaların hamısını küllələyir. Torpaqla əldən alıb verir kəndliyə. Bu da Sovetin həll yoluydu. Sonra milliləşdirmə elan edir. Nədir milliləşdirmə? Sahibkarların əlində nə varsa, neft sənayesi, balıqçılıq sənayesi, tutaq ki, neft mədən sənayesi, nə bilim, digər sənaye sahələri. Hamısını alır, özlərini atır həbsə, həmin sahibkarların. Hamısını keçirir dövlətin ixtiyarına. Yəni, Sovetin belə həll yolu budur ki, biz bütün biznesmenlərin mal mülkünü əlindən alaq
bütün bəylər və ağaların torpaqlarını əllərinə alaq, etiraz eləsələr onları həbsə qataq və hamısını ya kəndliyə verək torpaqları, şey isə, mal mülkü isə verək, biznes sahələrini isə özəlləşdirək, fabrik salıb verək, dövlətin ixtiyarına verək. Başa düşdünüz? Və bunun hamısı keçir dövlətin ixtiyarına. Məsələn, orada görəcəksiniz, xan, bəy, bu cür anlayışlar ləğv olunur. Yazılır ki, xüsusi rütbələr ləğv olunur. Yəni, deyir ki, sən artıq xan deyə bilmərsən, bəy deyə bilmərsən, ağa deyə bilmərsən. Deyir, belə bir anlayış yoxdur. Hamı bir-birinə yoldaş deməlidir. Başa düşdünüz ki, hamı bərabər hüquqlu elan olunur. Onlar xan, bəy kimi anlayışların əleyhinə idilər. Marksizmdə belə bir anlayış var idi da. Hüquqi bərabərlik olduğu kimi sosial bərabərlik də təmin olunmalıydı. Kommunistlərin anlayışına görə. Sonra Xəzər ticarət donanması milliləşdirilir. Ümumiyyətlə hərbi donanma da milliləşdirilir. Deməli, bu dövrdə bəs Rusiyanı kim idarə edirdi? Onu da yadda saxlayın. Qeyd edin də onu. Lenin idarə edirdi əvvəla. 1920-24 arası götürün ki, Lenin idarəçilik dövrü. Əslində 20-24 deməyək də, 22-24 deyək. Niyə? Çünki SSR 22-də yaranmışdı faktik olaraq. Ondan sonra Stalin dövrü, düzdür, bunu ümumi tarixdə ətraflı keçəcəyik. 1924-1953-cü illər. Deməli, 24-cü ilə qədər verilən qərarlar Lenin tərəfindən verilib, 24-cü ildən sonraki qərarlar Stalin tərəfindən verilib. Düzdür, bu Azərbaycanı idarə edəmirdilər bunlar, SSR-ni idarə edirlər. Amma biz də dedik, SSR-in tərkibində olaraq SSR-in tərkibində idik də. Dolayısıyla onların SSR arasında verdiyi qərarlar həm də bizə şamil olunurdu. Çünki biz də SSR-in tərkibində gedirdik. Sonra, gələk indi Azərbaycanın konstitusiyasına, idarəetmə sistemi var. Onda axı biz respublika elan olunmuşuq. Düzdür, faktik olaraq bizə biraz respublikalı demək çətindir də. Çünki seçki sistemi ədalətli deyil Sovet dövründə. Yuxarılar kim istəyirsə onu vəzifəyə təyin edirlər. Burada necə seçki sistemi olmayan yerdə respublikanı adlandırmaq olar. Amma hüquqi olaraq, formal olaraq biz respublika gedirdik. Düzdürmü? Müvəqqəti İnqilab Komitəsi var idi. Azərbaycan Xalq Komissar Soveti var idi, icra edici orqandır. Onda bizim bir konstitusiyamız olmalıdır. Və konstitusiya qəbul olunur. Azərbaycan SSR-nin uşaqlar İş konstitusiyası olacaq. Azərbaycan SSR İş konstitusiyası 1921-ci ildə qəbul olunacaq. Azərbaycan SSR ikinci konstitusiyası. İki dənə konstitusiyamız var. 1936-cı ildə olacaq. Deməli, iki dənə konstitusiyası oldu Azərbaycan SSR-in. 1921 konstitusiyası və 1936 konstitusiyası. Başa düşürsünüz bunları? Evet. Bir yer əsas burada fərq nədir? Bayaq demişdik, biz işğal ediləndən sonra Azərbaycanda inqilabi orqan hansı orqan idi? Qanunverici, ASMİK. Qanunverici orqan. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi. Neçənci illərdə fəaliyyət göstərmişdi Azərbaycan Müvəqqəti İnqilab Komitəsi? 20-21. Bax, 1921-ci il konstitusiyasında ASMİK ləğv olunur. Görürsünüz, bununla ləğv olunur ASMİK. Yerində Azərbaycan Mərkəzli İcraiyyə Komitəsi yarandı. Yenə ASMİK yarandı. Amma bu başqa ASMİKdir. Adı dəyişdi, oldu Mərkəzli İcraiyyə Komitəsi. O hasına qədər davam edir. O həmişə. SSR davamına qədər. Mərkəzli İcraiyyə Komitəsi. Adı dəyişdi, dedilərdir ASMİK-in. Mahiyyət qaldı demək olar ki, hətta üzvlərin əksəriyyəti eyni idi. 1920-21 ASMİK-dir. 21-də qanunverici orqan kimi ASMİK-in adı dəyişir. Çünki ASMİK-də açılışı nə idi? Müvəqqəti İnqilab Komitəsi. O müvəqqəti yaradılmışdı da ona görə. İndi daimi bir qanunverici orqan yaradılır. Mərkəzi İcraiyyə Komitəsi. Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Soveti də qalmışdı. O da öz fəaliyyətini davam etdirir. Bu da o Azərbaycan SSR-in birinci konstitusiyası 1921-ci ildə, bir də o 1936-cı Azərbaycan SSR-in ikinci konstitusiyası. Bu Azərbaycan SSR-in konstitusiyasıdır uşaqlar. Bir də var SSR-in öz konstitusiyası. SSR-in konstitusiyası. Bu fərqi nədir uşaqlar? Biri var bizim öz konstitusiyamız. 1921-də qəbul edilən konstitusiyası Azərbaycan SSR-ə aiddir.
Amma SSR deyəndə burada yürü dövlətlər çoxdur. Biz oradayıq, Gürcülər oradadır, Ermənilər oradadır, Ruslar, Belaruslar, Ukraynalar. Görün SSR-də nə qədər dövlət var? Ümumi SSR düzdür. SSR-in öz konstitusiyası isə o da ayrıdır. SSR-in özünün birinci konstitusiyası 1924-dür. Deməli, bizim birinci konstitusiyamız SSR-in konstitusiyasından daha əvvəldir. SSR-in ikinci konstitusiyası 1936'dır. Gördünüz? Yok daha doğrusu bizim ikinci konstitusiyamız 1937, SSR'in ikinci konstitusiyası 1936'dır. Deməli, Azərbaycan SSR'in konstitusiyaları 1921-1937, SSR'in öz konstitusiyaları 1924-1936. Fərqi nədir? Bu konstitusiyalar sırf bizə aiddir. Azərbaycana aiddir. 1921-37-də qəbul edilən konstitusiyalar özümüz qəbul etmişik. SSR-in konstitusiyaları isə ümumi bütün SSR arasındakı xalqları əhatə edirdi. Başa düşdünüz? Çünki SSR bir ittifaqdır. Konfederasiya kimi. Coğrafiyada buna konfederasiya deyirsiniz də siz. Konfederasiya deyilir SSR-i. Hər bir konfederasiyanın tərkibində ayrı-ayrı müstəqil dövlətlər var. İndi sözlər müstəqilliyi başqa məsələ. İndi bizim özümüzün ayrı konstitusiyamız da var. Bir də konfederasiya şəklində olan konstitusiyamız var. SSR-in öz konstitusiyası isə 1924-36-dır. Deməli, bizim konstitusiyamız qəbul olunur, sonra SSR-in konstitusiyası qəbul olunur. Sonra SSR-in ikinci konstitusiyası, sonra bizim ikinci konstitusiyamız. 21-37 bizim konstitusiyamızdır, 24-36 SSR-in konstitusiyasıdır. Başa düşdü? Sadəcə bax. Konspekt götürdünüz də? Hə. Sonra orada görəcəksiniz, AXC işğal ediləndən sonra Azərbaycanlılara qarşı kütləvi repressiyalar həyata keçirilir. Bəzi rəqəmlərə görə AXC işğalından sonra Azərbaycanda 48 min nəfər repressiyaya məruz qaldı. Bu repressiyaya məruz qalanların içərisində Milli Şura üzvləri, parlamentin deputatları, AXC dövründə vəzifə tutanlar, ümumiyyətlə Sovet hökumətinə qarşı çıxan hamı demək olar repressiya qurbanı olmuşdu. Nəsib bəy Yusif bəyli kabinetin rəhbəri idi, yanımıza gəlir. Azərbaycan baş naziri. 4-5-ci kabinetin rəhbəri. Tiflisdə güllələnir, öldürülür 1920-ci ildə. Fətəli xan Xoyski 1920-ci ildə güllələnir, öldürülür. Məhəmməd Əmin Rəsulzadə işğaldan dərhal sonra həbsxanaya düşür. Sadəcə sonradan o azadlığa buraxılır, ölkədən qaçır, Finlandiyaya qaçır, oradan da Türkiyəyə qaçır. Nəsib bəy Yusuf bəyin həyat yoldaşının Bacı Səbaydı. Hə? Bacı Səbaydı, Nəsib. Hə. Bu güllələndi 1920-ci ildə. Sonra Topçu Başov Fransada ilə yanımıza gəlirsə, müstəqilimizi tanıtmağa getmişdi Versal konferansına. İşğal olanda ilə qayıtıb qaldı, orada gəlmədi. Mühacir kimi orada fəaliyyətini davam etdirdi. Bəzi deputatlarımız, AXC parlamentdəki deputatlar. Rəsulzadə bir dənə güllələnmədi. Onda Stalinlə münasibətləri var idi. Köhnədən qalma dostluq münasibətləri var idi. Rəsulzadə işğaldan dərhal sonra həbs atılır. Onu gəlir Stalin həbsdən azad edir. Stalin həbsdən azad edir, Moskvaya aparmaq istəyirdi. Deyilənə görə Rəsulzadə xatirələrində yazdığına görə hətta Stalin Rəsulzadəyə vəzifə də təklif eləmişdi. Rəsulzadə bu təklifi qəbul eləməmişdi. Sonra Rəsulzadə ölkədən qaçır Finlandiyaya, Finlandiyadan Türkiyəyə qaçır, mühacir edir. Amma ailəsi qalır burada, ailəsini qoymurlar qaçmağa. Ailəsi sürgün olunur, sürgündə hamısı dünyası dəyişir. Oğlu da qızları da həyat yoldaşıdır. Ümumiyyətcə, sonra digər demək olar ki, Sovet işğalı zaman etiraz edənlər hamısı güllələndi və sürgünə məruz qaldılar. Sovet işğalı dövründə. Təbii ki, Azərbaycanda üsyanlar da baş verdi, orada görəcəksiniz. Sovet işğalına qarşı Azərbaycanda bəzi etiraz aksiyaları baş verdi, bəzi üsyanlar baş verdi. Şəhərdə baş verən üsyanlar da olmuşdu, kəndlərdə baş verən üsyanlar da olmuşdu. Məsələn, 1920-21-ci ildə hansı ərazilərdə üsyanlar baş vermişdi? İşğal prosesi baş vermişdi axı. Deməli, Gəncədə üsyan var idi, Qarabağda üsyan var idi, üsyan rəhbərləri lazım deyil. Zaqatalada üsyanlar var idi, Şəkidə üsyan baş verdi. Bir də Şəmkirdə üsyan baş verdi. Sovet işğalına qarşı üsyan baş verən ərazilər idi.
Bunları da yadda saxlayarsınız, amma üsyanların hamısı uğursuz olmuşdu uşaqlar. Üsyanın təbii ki, uğursuz olmasının səbəbi birincisi oydu ki, Sovet işğalında, yəni üsyançıların o boyda Sovet hökumətinin devrilməsi çox çətin məsələ idi. Həm də ki, burada ənənəvi səbəblərdir. Üsyançıların zəif silahlanması və vahid rəhbərliyin olmaması və üsyançıların birləşə bilməməsi bu üsyanların olmamasının əsas səbəbidir. Təbii ki, burada qeyri-bərabər qüvvələr məsələsi də var idi. Üsyançılar sayca az idilər Sovet qoşunlarına ona görə. Həm də demək olar biraz fərqli vaxtlarda baş vermişdi. Üsyanın biri mayda baş vermişdi, digəri iyulda baş vermişdi. Ona görə ayrı-ayrı vaxtlarda baş verdiyi üçün Sovet hökuməti bu üsyanları biraz rahatlıqla yatıra bilmişdi. Sonra bu oldu Azərbaycanda Sovet işğalı. İndi gəlirik. Bir də ki, Sovet işğalı baş verəndən sonra ilk dövrlərdə Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti qadağan edildi. Bir dənə Kommunist Partiyası fəaliyyət göstərə bilərdi. Çünki o zaten Ruslardan değildi. Bəli. Hətta işğal prosesində Kommunist Partiyasını dəstəkləyən partiya var idi. İttihat Partiyası. O qatı dindarların partiyası. Daim müsavata qarşı çıxırdı o partiya. İttihat Partiyası. Dindarların partiyası. Sovet işğalından sonra Sovet onların da fəaliyyətini qadağan edir. Hətta həmin o adamları da repressiyaya məruz qoyur. Halbuki onlar işğalı dəstəkləmişdilər. Hətta onlar özləri belə repressiyaya məruz qalırlar. Görürsünüz, deməli, yaltaqlanmaq da bəzən çıxış yolu deyil. Nə qədər yaltaqlansa da sıra bir gün sənə də gəlib çatacaq. Sonra gəlirik, formal müstəqillik illərindən danışdım sizə. Gəlirik ərazi bütövlüyünə qəsdlər, ərazi bütövlüyü məsələsi. Deməli, Sovet işğalından sonra Azərbaycanın bəzi torpaqları alındı Azərbaycan əlindən. Burada həqiqətən də bəzi ciddi haqsızlığa məruz qalmışdı Azərbaycan xalqı. Sovet işğalının xüsusən də ilk vaxtları hələ də Rusiya ərazisində vətəndaş müharibəsi davam edirdi və Rusiya hökuməti burada ona qarşı təzyiq edən qüvvələri demək olar ki, tələblərini qəbul edirdi. Xüsusən də kommunistlərdən söhbət gedir. Məsələn, 1920-də Sovet işğalı baş verən kimi 1920-ci ildə Şərur Dərələyəz bölgəsi Azərbaycandan alındı, Ermənistana verildi. Deməli, bu qərar Azərbaycan Xalq Komissarlar Sovetinin və Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin birgə iştirakı ilə demək olar ki, plenumda qəbul edilmişdi. Şərur Dərələyəzin Ermənistana verilməsi. Aydın məsələdir ki, onlar müstəqil qərar qəbul edə bilməz idilər. Sovet hökumətinin özündən, yəni Kremldən deyək də, Rusiyadan icazə almamış o qərarı verə bilməz idilər. Deməli, faktiki olaraq Şərur Dərələyəzin Ermənistana verilməsini Rusiya hökuməti istəmişdi. 1920-ci il Şərur Dərələyəz Ermənistana verilir. Sonra 1921-ci il uşaqlar Yuxarı Zəngəzur Ermənistana verilir. Sonra geri alırıq. Yox. Ondan sonra həmişə Ermənistan ərazisi oldu. Yuxarı Zəngəzur ərazisi Ermənistana verildi 1921-ci ildə. Buna əlavə olaraq 1921-ci ildə uşaqlar Qarayazı bölgəsi var. Sonra keçənlər bilər. Haradır Qarayazın? Asumur Ceyran çölünün üstündə. Azərbaycan qərb bölgələridir, düzdürmü? Qarayazı torpağı var, iki hissəyə bölündü. Aşağı Qarayazıya bölündü, bir də yuxarı Qarayazı bölgəsinə bölündü. 1921-ci ildə. Bu 2024-cü ilin imtihana da düşmüşdü bu Qarayazı bölgəsinin bölünməsi. Xronoloji ardıcıllığa düşmüşdü sənə, belə yadımdadır. Qarayazı bölgəsi iki yerə bölündü. Yuxarı Qarayazı verildi Gürcüstana. Bizdən alındı, Gürcüstana verildi, amma aşağı Qarayazı bizdə qaldı. Deməli, hansı ərazilərimizi itirmişik Sovet işğalından sonra? Şərur Dərələyəzi itirmişik 1920-ci ildə. Qərbi Zəngəzur. Yuxarı Zəngəzur, Qərbi Zəngəzurda olan 1921-də, amma o 21-dədir. Tarixlərlə də yadda saxlayın. Ardıcıllıq düşür ha. 1921-də isə yuxarı Qarayazını itiririk, Gürcüstana verilir. Amma aşağı Qarayazı bizdə qalır. Bundan da bitmir. 1929-cu ildə Mehri rayonu yaradılır. Bu da Ermənistanın tərkibinə birləşdirilir. Bunu da bitir.
1929-cu ildə Mehri rayonu. Bilirsiniz haradır Mehri rayonunun yaradılması? Baxın uşaqlar, bu ərazi Naxçıvanla Azərbaycanın Qarabağ bölgəsini ayıran hissə var ha, Zəngilanı ayıran hissə. Görürsünüz Mehri rayonu. Bizim Naxçıvana keçdiyimiz bir Mehri rayonu üzərindən olurdu da, Zəngilandan. Amma bu hissə. Və Mehri rayonu alınır, verilir Ermənistanın tərkibinə. Zəngəzura bitişdirilir, oradan da verilir Ermənistana. Bu, təkcə torpaq itkimizin baş verməsinə səbəb olmadı. Həm də Naxçıvanla birbaşa təmasımızın kəsilməsinə səbəb oldu. Birbaşa quru əlaqələrimizin itməsinə səbəb oldu. Deməli, desən ki, Naxçıvanla birbaşa quru əlaqələrimizə nə vaxt son qoyulub? 1929-cu il Mehri rayonu yaradılıb, Ermənistana verilməsinə son qoyulmuşdur. Ermənistan hissəsinin tərkibində birləşdirilməsinə son qoyulmuşdur. Yaxşı mı uşaqlar? Sonra, bundan əlavə olaraq, bununla da bitmir ha. Bu yadda qalacaq da bu itirilən ərazilər. İllərlə öyrənirsiniz ha. İllərlə öyrənirsiniz bu inzibati dəyişiklikləri. Deməli, hələ bundan əlavə olaraq Qarabağ məsələsi ortaya çıxır. Çünki bilirsiniz ki, uşaqlar, Qarabağın yuxarı bölgəsi adlandırılan bölgəsində, yəni bu bəzi hissələrində ermənilər sayca çoxluq təşkil edirdilər. Xankəndi bölgəsi, Ağdərə bölgəsində falan, orada biraz say baxımı olan çoxluq təşkil edirdilər. Sovet hökuməti istəyirdi ki, Rusiya hökuməti istəyirdi ki, oranı da alıb versin, Ermənistan tərkibinə birləşdirsin. Bizim ərazimizdə, halbuki ərazi bütövlüyü baxımından Azərbaycanın tərkibinə daxildir, amma say baxımından biraz onlar çoxluq təşkil etdiyi üçün onu Ermənistana vermək istəyirdi. Amma bunun verilməsinə axır ki, Nərimanov qarşı çıxır, yoxsa Qarabağda itirəcəkdik, digər ərazilər kimi. Orada Nərimanovun doğrudan da böyük əməyi olur. Hətta Lenin məktubu da var Nərimanovun ki, bəs bizim yerli əhalinin bu qədər xətrinə dəymək olması, yerli əhali bəs Sovet işğalını çox gözəl bir hadisə kimi qəbul eləmişdi. Amma biz elə bir siyasət həyata keçiririk ki, Bakıda yerli əhali öz ümidlərinin put çıxdığını görür. Doğru qərar vermədiklərini hiss edirlər. Orada Nərimanov Leninə təzyiq edir və bu qərar icra olunmur. Yuxarı Zəngəzur bölgəsi, Qarabağ bölgəsi Azərbaycanda saxlanılır. Hətta orada deyilənə görə, indi bilmirəm, mənbələri düzü baxmamışam, o dövrün mənbələrini tam oxumamışam arxivlərdən, amma orada Əli Heydər Qarayevlə Nərimanov arasında bir ziddiyyət də baş verir. İkisi də Sovetə xidmət edir. Amma Nərimanov biraz daha milli adam idi, daha çox onu milli sosialist adlandırırdılar Nərimanovu. Orada Əli Heydər Qarayev deyir ki, gəlin Qarabağın bir hissəsini verir Ermənistana, qoy münasibətlərimiz yaxşılaşsın, həm də ki, orada ermənilər sadəcə çoxluqdular, orada Nərimanovun çox məşhur bir cavabı da var. Onu özünüz araşdırarsınız. Onun bir cavabı var Əli Heydər Qarayevə, biraz təhqir formasında. Sonra, amma Qarabağ tərkibimizdə saxlanılır. Qarabağ Azərbaycanın tərkibində qalır və 1923-cü ildə Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Buna deyirlər DQMV. Buna qeyd edilmirəm. Dağlıq Qarabağ Muxtar Vilayəti. Yəni, muxtariyyət verilir Qarabağa. Dağlıq Qarabağa Azərbaycan tərkibində qalır. Amma Dağlıq Qarabağda kim idi çoxu? Ermənilər. Dağlıq Qarabağda yaşayan ermənilərə özü idarə hüququ verilir. Amma Azərbaycan tərkibində. Dediyi oranı vəbşə ayırmaq istədilər Azərbaycandan. Əli Heydər Qarayev dirəşirdi ki, verək onu ermənilərə. Nərimanov saxladı Azərbaycanda. Amma nə qədər saxlamağa nail olsa da Nərimanov, ona deyirlər, gəlin oraya heç olmasa idarə etmə verək. DQMV yaradılır. Əslində, məncə DQMV pis bir qurum deyildi. Ən azından bizim tərkibimizdə fəaliyyət göstərirdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1991-ci ilə qədər DQMV mövcud olacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti. Deməli, Qarabağ verilmədi. Azərbaycan tərkibində qaldı, amma əvəzində muxtariyyət verildi ona. 1923-cü ildə, amma Azərbaycan tərkibində muxtariyyət alır. Bilirsiniz də muxtariyyət nədir? Qarabağ məsələsində başa düşdünüz. Gəlir indi qutarıq. Naxçıvan məsələsinə gəlirik. Çox ciddi məsələdir.
Deməli, Qarabağı işğalının qabağını ala bildik. İndi Naxçıvan məsələsi var. Naxçıvan da işğalı məsələsi var idi. Qarabağla bir yerdə, digər torpaqlarımızla bir yerdə Naxçıvanın Ermənistan birləşdirilməsi məsələsi bu dövrdə müzakirəyə çıxarılmışdı. Və dahara qaldı. Naxçıvan verilməsi məsələsi. Amma buna Türkiyə icazə vermir. O dövrdə bilirsiniz ki, Türkiyədə artıq Mustafa Kemal Paşanın başçılığı ilə azadlıq hərəkatı başlamışdı. Və Mustafa Kemalın başçılığı ilə azadlıq hərəkatı zamanı Türk qoşunları gedib Naxçıvanı tuturlar. 1921-ci ildə. Və Mustafa Kemal Türkiyə hökuməti onda tam yaranmamışdı hələ Türkiyə. Naxçıvan Azərbaycan ayrılmasına icazə vermir. Doğrudan da burada Türkiyənin böyük rolu oldu. O niyə öyle? Çünki Türkiyə deyirdi ki, əgər Naxçıvan Azərbaycana alınsa, mənim birbaşa Azərbaycanla təmasım bitəcək artıq. Başa düşdün? Və Türkiyənin bölgədə mövqeyi çox zəifləyəcəkdi. Ona görə də Türkiyə bölgədə mövqeyinin bu qədər zəifləməsi imkan vermirdi. Heç olmasa Naxçıvanın Azərbaycanın tərkibində qalması istəyirdi ki, Azərbaycanla quru sərhəddə qalsın. Başa düşdünüz? Çünki Zəngəzur dağılını verilmişdi də artıq. Ona görə də Naxçıvan məsələsindən bağlı iki dənə müqavilə var. 1921-ci ildə iki dənə müqavilə imzalanıb. Bir Moskva müqaviləsi imzalanıb, bir də Qars müqaviləsi imzalanıb. Hər ikisi 1921-ci ildə imzalanmışdı. Moskva müqaviləsi var, Qars müqaviləsi. Moskva müqaviləsi mart ayında imzalanmışdı. 1921-ci ilin martında. Qars müqaviləsi 1921-ci ilin oktyabr ayında imzalanmışdı. Bilirsiniz ki, mart ayı gəlir, sonra oktyabr ayı gəlir. Da düzdürmü? Sırada baxıram. Saat necədir? Hə. Naxçıvan məsələsi belə idi ki, Moskva və Qars müqaviləsi eyni şərtə malik idi demək olar ki. Və kimlər arasında imzalanıb? Rusiya, Azərbaycan, Türkiyə arasında. Yəni əslində Türkiyə ilə Rusiya arasında. Azərbaycandakı orada iştirak edir. Türkiyə bir müqavilədə imzaladır. Müqavilədə yazılırdı ki, Naxçıvan Azərbaycan tərkibində qalmalıdır və üçüncü bir ölkəyə güzəştə gedilə bilməz. Yəni, heç bir ölkəyə verilə bilməz. Üçüncü bir ölkə dediyi, ya Türkiyə olmalıdır, ya Azərbaycan olmalıdır bu iki ölkə. Mustafa Kemal Atatürk'ün buna eləmək məqsədi nə idi? Azərbaycan üzərində daim nəzarətə əlində saxlamaq, bölgədə mövqeyinin zəifləməsi istəməkdir. Türkiyənin mövqeyinin zəifləməsi. Çünki orada Azərbaycanın alınsaydı, Azərbaycanın bütün quru sərhədləri itirə bilərdi. Mustafa Kemal Atatürk həm də milliyyətçi biri idi. Osmanlı hökumətindəki kimi dindarlardan ibarət deyildi, ideoloji dünya görüşü. Milliyyətçi idi, Türk milliyyətçisi idi. Və Naxçıvanı, hətta bir əsər var, orada Türk dünyasının qapısı adlandırmışdı. Və ona görə Naxçıvanın ayrılması tərəfdarı deyildi. Həm də strateji olaraq da onun üçün əhəmiyyətli idi. Deməli, Moskva və Qars müqaviləsinin tərkibinə əsasən Rusiya təsdiq edir. Hələ də bu Moskva və Qars müqavilələri qüvvələnir uşaqlar. Hələ də, indinin özündə də. Çünki Rusiya ilə Türkiyə arasında imzalanmışdı. Və Naxçıvan Azərbaycana ayrıla bilməz və üçüncü bir ölkəyə güzəşə gedilə bilməzdi. Başa düşdünüz? Yəni Rusiya söz verir ki, Naxçıvanı heç kimə verməyəcəm, Azərbaycan tərkibində qalacaq. Əvəzində 1924-cü ildə Naxçıvana muxtariyyət verirlər. Naxçıvan MSR yaranır, yəni Muxtar Sovet Sosialist Respublikası yaranır. Dağlıq Qarabağ Muxtar vilayətində vaxt yaradılmışdı. DQMV deyirdik. Bax gör nə vaxt yaranır. 1923-də Dağlıq Qarabağ muxtariyyət verilmişdi, düzdür? Deməli, bir il sonra da Naxçıvana muxtariyyət verilir. Əslində bu 1921 müqaviləsinin şərtində var idi Naxçıvanın muxtariyyət verilməsi. Sadəcə 3 il bu proses müzakirə olundu, texniki məsələlər həll edildi. 24-cü ildə rəsmi olaraq Naxçıvana muxtariyyət verildi. Bu olacaq bizim dərsimiz.